Bugün sizlər üçün Çinin tarixinə balaca bir səyahət hazırlamışam. Siz bilirdiniz ki, tarixin 4 böyük kəşfini Çin edib. Bunlar Çinlilər "sı da fa min" deyir. "Sı da fa min" 4 böyük ixtira. Onlardan birincisi Shi Zao Zhi Shu. Zao Zhi Shu kağız düzəltmə sənəti. Bu biliyin böyük miqyaslara yayılması demək idi. İkincisi Zhinanzhen. Zhinanzhen kompas idi. Kompas isə yeni üfüqlərə yelkin açmaq, yəni yeni ərazilər kəşf etmək demək idi. Üçüncüsü Huayao. Huayao barıt. Bu birinci bayramlarda fişəng yandırmaq üçün istifadə olunurdu. Sonrakı mərhələdə artıq silahlarda partladıcı vasitə kimi istifadə olunmağa başladı. Dördüncüsü Yin Şua Shu. Yin Şua Shu. Bu nə idi? Çap etmə sənəti. Bu bilirsiniz o dövr üçün də böyük bir tapıntı idi. Artıq kitabları təkcə müəyyən bir insanlar yox, bütün kütlə oxuya bilirdi. Ümid edirəm bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşərik.